Salam, axşamınız xeyir olsun. Mən bugün hər iki müsbət, pozitiv metastatik və erkən dönəm xəstəlikdə San Antonio'dakı yeniliklərdən bəhs edəcəm. Sunum planı bu şəkildədir. İlk neoadjuvan müalicədə burada nə vardı? Neoadjuvanda sadəcə Pergen çalışmasının CTD analizləri vardı. Normal bir neoadjuvan dərman müalicəsindən əlaqədar bir verimiz yox idi. Adjuvan müalicədə Destiny 105 və Alto çalışmalar vardı. Alto çalışmasından Elvin hocam daha öncə bəhs etdi. Mən üstüne keçəcəm onun. Lokal deri xəstəlik müalicəsində Herki Krim 05, Patina'nın mərkəzi sistem nəticələri, Tuxedo 3, Detect 5 kimi çalışmalarımız vardı. Bir də iki çalışmanın xəstə əlaqəli geri dönüşləri və bir çalışmanın da bir güvənlik veriləri vardı. Onlardan qısaca bəhs etmək istəyirəm. İlk adjuvandan başlayacağım. Adjuvanda Destiny 105 çalışması. Bu çalışmada yüksək risk xəstələrdə erkən dövrdə neoadjuvanda müalicə aldıktan sonra tam cavab alınmadığı təqdirdə TDM1 mı, emtansin mi yoxsa trastuzumab deruxtecan mı verək çalışmasıydı ki, bu çalışmaya alınan xəstələrin riskləri normal bizim neoadjuvan çalışmadakı, digər çalışmadakı xəstələrin risklərindən biraz çox idi ki, necə idi? Yəni, inoperable xəstələrimiz var, T4 və ya T1, T3, N2, N3 xəstələrimiz var. Operable olan xəstələrimizdə də T1, T3 və N0, N1 olan xəstələrimizdə də neoadjuvan müalicə sonrasında mütləq aksillər lenf nodun patolojik olaraq müsbət olmasını istəyən bir çalışmaydı. Bu çalışmada hər iki dərman, həm trastuzumab deruxtecan, həm də trastuzumab emtansin 14 siklus verilirdi və bu çalışmanın nəticələrində primer endpointimiz invaziv xəstəliksiz sağ qalım idi və invaziv xəstəliksiz sağ qalımın bütün xəstələrdə müsbət olduğunu gördük və bunun hər iki vəziyyətindən asılı olmayaraq, yəni hər ikisi 3 pozitiv olanlar və ya 2 müsbət olub da fişi pozitiv olanlarda bənzər şəkildə olduğunu və neoadjuvan dönəmdə antrasiklin istifadə edib yoxsa platin bazlı kimyoterapiya istifadə edib, bunlar arasında fərq olmadığı və hər iki xəstə qrupunda da trastuzumab deruxtecanın daha üstün olduğunu gördük. Amma bu çalışmanın bu çalışmada baxılan digər önəmli şeylərdən birisi interstisinal akciğer xəstəliyi və radiasyon pneumoniti ki, biz bunu radiasyon pneumonitini həm trastuzumab emtansində görürük, həm deruxtecanda müalicə alan xəstələrdə radiasyon sonrasında çox görürük. Pneumonit də daha çox deruxtecanda görürdük. Bu çalışmada bu müalicələri radyoterapi ilə birlikdə iki şəkildə veriblər. Sequential veriblər. Sequentialda necə olur? Radyoterapi bitir. Radyoterapi bitdikdə 21 gün ərzində ya trastuzumab deruxtecan ya TDM1 verilmiş və ya koncomitant verilmiş. Eyni zamanda başlamışlar və bu radyoterapidən sonraki bu müddətə görə, yəni müalicə ilə radioterapinin necə verilmə şərtinə görə intensiv akciğer xəstəliyi və radiasyon pneumonitində fərq olurmu deyə baxıblar. Bu intensiv akciğer xəstəliyinin edilən analizin nəticəsidir ki, gözlənilən şəkildə trastuzumab deruxtecanda 10% xəstədə, TDM1 olan xəstədə isə sadəcə %1'lik qrupda bir intensiv akciğer xəstəliyi göstərilmişdir. Ancaq bu intensiv akciğer xəstəliyi trastuzumab deruxtecanda çox görülsə də çoxsu grade 1 və 2'dir. Yəni grade 3, 4 çox az görülüb və bu qruplarda sequential və ya konkombinant müalicənin verilməsi arasında hər hansı bir fərq yoxdur. Radyasyon pneumoniti isə hər iki qrupda birbirine bənzər şəkildə görülüb. Həm TDM1, həm trastuzumab deruxtecanda %30 civarlarındadır. Buranın özəlliyi nədir? Radyasyon pneumoniti yenə grade 1, grade 2'dir daha çox. Ancaq sequential verdiğimiz zaman, yəni öncəsində radyoterapi verib bizim standart uyguladığımız bir şey. Radyoterapiden sonra 21 gün içində TDM1 və ya trastuzumab deruxtecan verdiğimiz xəstələrdə radyasyon pneumonitinin daha çox olduğunu görmüşük. Ancaq bunların hamısı rezervi olan bir pneumonitistdir. Bundan da qorxmamaq lazımdır. Grade 1-2'də steroidlə birlikdə tama yaxın geriləmə olub xəstələrin hamısında. Bu çalışmanın bizə verdiyi şey nədir? Trastuzumab deruxtecan TDM ilə müqayisədə adjuvanda verildiyində IDFS faydası var. Neoadjuvan müalicə rejimindən və H2 vəziyyətindən əlaqəsiz şəkildə faydamız var. Trastuzumab deruxtecan qolunda gözlənilən şəkildə akciğer intensiv akciğer xəstəliyi daha çoxdur. Ancaq RT zamanlaması ilə də əlaqəli deyil. RT ilə konkombinant və ya sequential verməkdə fərq etmir. Ancaq radyasyon pneumoniti sequential verilən zaman həm trastuzumab deruxtecanda, həm də emtansində daha çox olur. Bunu da bilmemizde fayda var. İkinci çalışmamız Alto'ydu. Bu çalışmanı mən sürət keçəcəm.
her iki müsbət, hormon müsbət xəstəlikdə adjuvant müalicədə biz tamoxifen miydi, aromataz inhibitör müydü? Bunu Elvin hocam dediği için yani burada artık aromataz inhibitörlerinin tamoksifene olan üstünlüğü gösterildi. Metastatiğe geçmeden son bir çalışmamız neoadjuvanda Pergun çalışmasının ctDNA analiz neticelerini Perg-White diye açıkladılar. Burada Pergun çalışması neydi? Her iki müsbət süt vəzi xərçəngi xəstələrinə PET ile yoxlayaraq neoadjuvan müalicə vermə çalışmasıydı ki, burada ilk iki golluydu. İlk golda TCH1 protokolu, diğer golda da sadece transfuzma, pertusma verilir ve PET cevabına bakılır. PET cevabı responsuzda cevaplıysa o zaman gollar aynı şekilde devam edirdi. Transfuzma, pertusma devam edirik. Daha sonra cerrahi gedir xəstələr. Cerrahi getdiyimizdə PCR nəticəsinə görə sonraki müalicə qərarı verilirdi. Və burada bu çalışma ilə birlikdə biz 37-38% xəstədə kimyəvi terapiyanı neoadjuvan dönəmdən çıxara bilmə şansına malik olub. Ancaq belə bir şey var ki, tam PCR olan xəstə sayısı burada çox azdır. 38% civarında PCR var ki, biz burada her iki müsbət xəstəlikdə PCR-ımız, patolojik tam cavabımız %65-70'ləri görür. Burada PCR değerleri biraz aşağıda. Bu çalışmada ctDNA analizlerine göre edilip ctDNA analizleri bazalda yani ilk muayenenin başlamadığı dönemde sonra birinci PET'ten sonra yani 2 siklus muayene sonrasında ve cerrahi öncesinde ctDNA bakılır. Bazal ctDNA analizinin önemi nədir? Xəstəliyin başlanğıcdakı mərhələsi artdıqca, deyək ki, işte T3, T4 olduqca və limfa düyünün sayı, tutulum sayısı artdıqca başlanğıcda ctDNA müsbətliyi artır. Ancaq bunun ctDNA'nın başlanğıcda müsbət olmasının veya mənfi olmasının patolojik tam cavabla hər hansı bir əlaqəsi yoxdur. Bunu gördük. Ancaq clearance tam tersine başlangıçta %80 olan ctDNA pozitifliğinin 2 siklus mualicə sonrası ara kontrolda artık %76'lık kısmı clearance olmuş ve clearance olduğu zaman xəstələrdəki PCR cevapları %48'e %20 verici olarak arttığını görürük. Bu ameliyat öncesi olan clearance'imizde ameliyat öncesi ctDNA clearance olanlarla olmayan arasında tam cevapta ciddi bir fark olduğunu görürük. Bu IDFSS'li bazal biz ctDNA pozitifliğinden bahsetmiştik. Patolojik tam cevapla hiçbir alakası yoktu. Ancak bu başlangıçta ctDNA müsbətsə bu xəstələrin 3 illik invaziv xəstəlik riski çok daha yüksek olur. Bunu bu tabloda görürük ve elimine olduktan sonra ctDNA clearance olduktan sonra da IDFS clearance ile birlikte IDFS'nin daha da arttığını bu şekilde görürük. Yani burada bazal ctDNA pozitifliği yüksek mərhələdə xəstəlik ve limfa düyümü tutumu ile əlaqəlidir. Bunu gördük. Bazal ctDNA pozitif olan xəstələrdə daha qısa IDFS ile əlaqəlidir. Cerrahi öncəsi dəyərləndirmədə bazal ctDNA pozitif olan xəstələrin əməliyyat öncəsi %84'üne clearance olub ve bunların PCR ve IDFS'si daha yüksek olubdu. Bunu çəkək. Bizim erken dönem her iki pozitif xəstəlikdə bu San Antonio'da çıxan bu nəticələrlə birlikte yine de sual altında olan bazı şeylerimiz var ki, nedir? Neoadjuvan trastuzumab deruxtecan bizim bu San Antonio'da sunulmadı ama ondan daha önce sunulmuştu. Biz trastuzumab deruxtecan bütün xəstələrimi verək, yoksa sadece hormon müsbət xəstələrimi verək, onun nəticəsini tapa bilmədik. Sonra deruxtecan sonrası PCR olan xəstələrdə biz bilirik yine trastuzumab pertusmabla davam edə bilərik ama TDM var mı? Non-PCR'larda yoksa deruxtecan mı? Onu bilmirik. Ve neoadjuvan deruxtecan sonrasında nüksüde ne vermek lazımdı? Onu hələ ki çalışmaları yoktu. Trastuzumab deruxtecan bir daha işe yarayar mı bilmirik. Bir de adjuvanda trastuzumab deruxtecanı kime verək? Sadece yüksek risk xəstələrə ve özellikle onların inoperable olan alt kolu vardı. T3, T4 ve N2, N3 olan xəstələrə başlanğıçda alt grupta daha təsirliydi. Bir de deruxtecan sonrası hormon müalicəsi necə devam edir? Biz normal trastuzumab, pertuzumablı rejimlerde alto çalışması ile birlikte hormon müalicəsinin tamoksifenden daha çok serum yani aromataz inhibitörlərinin daha yaxşı olduğunu bilirik. Ancaq deruxtecan sonrasında hansının daha yaxşı olduğunu hələ də bilmirik. Və adjuvan deruxtecan sonrası nüksdən verək, onu da bu toplantıdan sonra bile cevabını tapamadığımız suallardan birisidir. Metastatik xəstəlikdə
Çok önemli çalışmalardan birisi Hershey-Krim 05 çalışmasıydı. Ki bu çalışmada standart olarak bizim uyguladığımız Docetaxel Transform Pertuzumab müalicəsi birinci xətt müalicə olaraq verilir. Xəstələr əgər progres olmursa, bu xəstələrə bir tərəfdə idamədə progresiyona qədər transumab, pertusumab, diğer tarafta da transumab, pertusumab, tukatinib dediğimiz oral bir antiherişi müalicə əlavə edilir. Burada hormon %50 xəstədə hormon müsbətdir və beyin metastazı 12% xəstədə beyin metastazı var. Burada progresyonsuz sağ qalımın hem araştırmacıların baktığı hem de bağımsız bakan progresyonsuz sağ qalımın transumab, pertusumaba göre tukatinib əlavə ettiğimizde daha 8 aylık bir faydası olduğunu görürük. 16'dan 24 aylara kadar yükselir ve bu sağ qalımın daha çok hormon müsbət olan, yani hormon müsbət ve mənfidə de var ama hormon mənfi olan grupta daha bariz olduğunu görürük. Beyin metastazından bağımsız şekilde sağ qalım faydası her alt grupta benzer şekilde var. Hormon reseptörü negatif olanlarda 24'de 12 olmakla daha bariz şekilde olduğunu görürük. Bu araştırma bağımsız bir PPS'i. Ancak sağ qalım için daha veriler matul deyil. Bunlar için daha bize zaman lazım bunu demek için. Mərkəzi sinir sisteminde progresyonu azaldır mı tukatinibin əlavə edilməsi onu bilmirik. Tüm xəstə grubunda bilmirik. Ancak %12'lik olan başlangıçta baseline'de beyin metastazı olanlarda çok bir progresyonsuz sağ qalım faydası yoktu. Onu bu çalışmayla birlikte öğrenmiş olduk. Ancak burada xəstə sayısı az idi. Ona da dikkat etmək lazımdır. Sadece 12% xəstədə beyin metastazı var idi. Bəs tukatinib bu kadar təsirlidir. Nəyindən qorxuruq? Grade 3 yan təsirlər %40'a %20 çox yüksəkdir və bu grade 3 yan təsirlər səbəbilə xəstələrin 13%-i tukatinib olduğunda müalicəsini kəsib. Ve bunlardan müalicəsini kəsən sadece %13, %70'e kadar da ya müalicəyə ara verip ya da doz azaltılmasına gedibdir. En çok gördüğümüz yan təsirlər hepatik ve diareyalardır. Hepatik yan təsirlərdə grade 3 çox yüksəkdir. Normal transumab, pertusumaba görə tukatinib verilən xəstələrdə ALT yüksəkliyi, bilirubin yüksəkliyi bunlarda çox daha yüksək görmüşük və doz azaltımı ve müalicə kəsilməsi də tukatinib qolunda daha çoxdur. Ancaq diareya hepatik yan təsirlərə görə tukatinib əlavə etdiyimizdə daha çox görülməsinə baxmayaraq, hamısı grade 1-2'dir. Hardasa grade 3 yan təsirlər çox azdır və müalicə kəsilməsi transumab, pertusumaba görə yüksək deyil. Ortalama davam edir. Ona görə istatistik anlamı olarak bir fərqlilik yoxdur. Ve bu çalışma bize neye gösterdi? Dedi ki eğer tukatinibi birinci xətt müalicəyi verdik, maintenance'da eğer transumab, pertusumab, tukatinib əlavə etsək, progresyonsuz sağ qalımı 16 aydan 24 aya çıxarda biliriz. 8 aylıq bir faydamız ola bilər. Ve bütün gruplarda, alt gruplarda benzerdir. Diareyası var, qaraciyər yan təsirlər var. Onlara dikkat etmək lazımdır. Bir de hormon mənfi grupta biraz daha çok işe yarar. Onu özellikle vurgulamak lazımdır. Sonra bir diğer verilen çalışmalardan patina çalışması. Patina çalışmasına mərkəzi sinir sistemin nəticələrini açıkladılar. Patina çalışması neydi? Patina çalışması hormon müsbət, Hershey müsbət metastatik xəstəlikdə birinci xətt müalicədə Docetaxel transumab, pertusumab müalicəsi sonrasında idamə müalicəyə transumab, pertusumabın yanına endokrin, aromataz inhibitör veya tamoksinin yanına palbociclib'i əlavə edək mi, etməyək miydi? Bunun birinci nəticələr açıqlanmışdı patinanın və burada progresyonsuz sağ qalım 29'lardan 44'e çıkmıştı. Yani 15 aylık bir faydamız vardı. Bunu bilirdik palbociclib'i. Artık rutin haline getirmiştik. Ancaq mərkəzi sinir sistemi nəticələri də açıqlandı. Bütün xəstələri dəyərləndirdiyimizdə 36. aya baxdığımızda mərkəzi sinir sistemində progresyonun yeni metastazın əmələ gəlməsi və ya mövcud metastazların progresyonu 13%'de 20%. Yani %7% miktarında bir palbociclibin faydasını görürük biz. Ancak beyin metastazı olmayan xəstələrdə bazalda yeni beyin metastazlarının əmələ gəlməsində 6%'lik faydası var. Yani her türlü palbociclibin müalicəyə əlavə edilməsinin beyin metastaz əmələ gəlməsinin progresiyasını azalttığını gördük. Bu çalışmada bunu dedik. Onun haricinde bunu da çıkalım. Ve bir maraqlı çalışmalardan birisi DETEK çalışması, faz 3 çalışmadır. Bu çalışmanın əsas məqsədi ilk birincili sonlanma noktası güvenliktir. Daha sonraki sonlanma noktaları ise
progressionuz və genel sağlamlığı. Çalışma nədən bəhs edir? Birinci xətt, ikinci xətt, üçüncü xəttə qədər olan xəstələrdə HER2 müalicəsində kimyoterapiya ilə birlikdə double HER2 verib, daha sonra maintenance-da endokrin müalicəyə ribosklimin əlavə edilməsi və ya digər qolda heç xəstələrə kimyoterapiya vermədən ribosklimlə birlikdə aromataz inhibitor və ya tamoksin verək və yanına transfer pertuzumab əlavə edək. Yəni burada ximiyanı çıxardıqda, biz ximioterapiyanı çıxardığımızda çox bir şey itirə bilirikmi çalışmasıdır və burada ilk verisi güvənlik verisidir. Güvənlik bu şeyləri keçirəm ki, ilk burada birinci xətt xəstələrimiz 76%dir, 23% xəstələr ikinci və üçüncü xəttdə müalicə olan xəstələrimiz var və daha çox xəstələrimiz visceral metastaz olan xəstələrdir. Bu güvənlik verilərində birincisi sonun noktasını qarşıladı. Dedi ki, kimyoterapiya alan xəstələrdə modifiyə yan təsir skoru daha yüksəkdir. 76-ya 53. Yəni kimyanı çıxardığımızda biz daha çox tolerable ola bilirik ki, kimyoterapiya verilən xəstələrdə ən çox gördüyümüz yan təsir diaredir. Diare, neutropeniyanı biz daha çox görürük və bu yan təsirlərin hamısı kemoterapiyədən çox daha yüksək görülür. Ancaq progressionuz və genel sağ qalımları bənzərdir deyir. Kimyoterapiyalı rejimlə, kimyoterapiyası rejimlə. Ancaq bunu bildirməsi üçün yetərli gücdə bir çalışma olmadığı üçün bunları diqqət etməyə bilərik. Daha sonra burada ikinci baxdıqları şey nə idi? Biz birincidə kimyoterapiyanı çıxararaq ribosklibi əlavə etmişdik. İndi deyirik ki, kimyoterapiyalı və kimyoterapiyasız bir rejimimizi qoyaq və buraya ribosklibi birini əlavə edək, birini əlavə etməyək. Ribosklibi əlavə etmədiyimizdə biz toleransımızın ribosklibi almayan xəstələrdə daha yaxşı olduğunu gördük və yan təsirlərimizin də ribosklibi alanlar, ribosklibi almayan arasında ciddi bir yan təsirlərimiz yoxdur. Ancaq kimyaya və ya transfer pertuzumab müalicəsində ribosklibi əlavə etmədiyimizdə bu çalışmada progressionuz və genel sağ qalımda bir azalma olduğunu və tüm qruplarda bənzər olduğunu gördük. Bu xəstəlikdə bizə bu çalışma nə verdi? Dedi ki, HER2 pozitiv hormon müsbət xəstəliksə əgər transfer pertuzumab plus ribosklibi ET sxemi daha tolerabıldır, kimyaya görə daha tolerabıldır. Ancaq uzun dönəm sonuçlar nəticələrini bilmirik, OS-PFS-ni bilmirik. Bu çalışmanın nəticəsinə görə progressionuz və ümumi sağ qalım nəticələri bənzər kimi durur, ancaq yetərli gücdə deyil. Sonra daha sonra metastatik xəstəlikdə vurğulamaq istədiyim bir yeni dərmanımız var, DP303C deyə, trastuzumab emvedotin. Burada yeni çıxan dərmanlarımızdan birisi də ADC-dir. Dərman anticisim birləşmələri və burada bizim digər dərmanlarımızın nisbətən daha zəif olduğunu düşünə biləcəyimiz bir yeri var ki, dərmanın anticisimi olan nisbəti 2 civarındadır ki, bu M-tansında 3,5, derustekanda 8 civarında olan bir şeydir. Bu çalışmada daha öncə müalicə almış, 1 və 2 xətt müalicə almış xəstələri ikinci və üçüncü xəttdə trastuzumab M-tansinə qarşı DP303-ü qarşılaşdırıblar. Xəstələrin çoxusu trastuzumab alıbdır. HER2 tirozin kinaz alan xəstələrimiz var 150 civarında. Progressionuz sağ qalımımız 9,7 ay 6,9 aylıq bir qatkısının olduğunu gördük. M-tansinə qarşı faydalıdır. Öncəki xəttimiz bir xətt müalicə alanlar və bir və üzəri alanlarda fərq etmir. Tirozin kinaz alıb alınmasına görə fərq etmir. Ancaq burada bir də cavablarımıza baxdığımızda %60-a %42'lik bir cavab daha üstündür. Ancaq yan təsirlərimiz, grade 3 yan təsirlərimiz %64'e %40. Yəni yan təsirlərimiz biraz çoxdur və əsas da narahat olduğumuz vedotinlərdə olan yan təsirimiz korneal xəstəliklər və ya pozuntular, görmə pozuntuları, göz quruluğu burada çox da görülübdür. Ancaq digər qolla müqayisədə hematolojik yan təsirlərimiz daha az olaraq görmüşük bu çalışmada. Ancaq yan təsirlərimiz korneal və göz nidrə qədər yan təsirlərimiz çox olsa da bu yan təsirlərin çoxusu recovery olubdur. Yəni düzələn yan təsirlərdir. Ondan qorxmamakta fayda var. Güvənlidir deyə açıqlayıblar. Yəni beləliklə yeni bir dərmanımız da gəlir kimi durur. DP303C TDM-ə qarşı üstünlüyünü sağladı. Okulyar yan təsir neyropatiyası çoxdur, ancaq hamısı çoxsu grade 1-2-dir və kontrol altına alınan bir yan təsirlərdir. Hematolojik yan təsir və qaraciyər toksitəsi TDM buna görə olduqca azdır.
Sonra indi bizim metastatikdə belə bir şeyimiz oldu. Yəni biz nə edəcəyik indi bu çalışmalarla birlikdə? Başlanğıçda bizim ən başda Kleopatra çalışmamız vardı. Ki bu aşağıda qeyd etdiyimiz bölüm. Kleopatra çalışmasında dostaksel transtuzumab, pertuzumab verdikdən sonra biz xəstələrə transfer perform idame edirdik progresyona kadar. Sonra tucatinibin H-Clean 5 çalışması çıktı. Burada negatif olanlarda hormon reseptör mənfi olanlarda tucatinib daha yaxşı təsir gösterdi. Ondan mı gedəcəyik? Yoksa sadece transfer pertusmab idame mi gedəcəyik? Onu bilmirik. Sonra hormon müsbət olan grupta da idame müalicədə palbociclibin əlavə edilməsi və ya tucatinin əlavə edilməsi. Palbociclibin əlavə edilməsi progresyon sağ qalımı 40 aylara qədər çıxardır. Bu bizim əlimizdə gücləndirən bir şeydir. Ancaq ikinci xəttdə artıq nə edəcəyik? Onlar da sual altındadır. Çünki ikinci xəttdə transfer deruxtekan alan xəstələrin birinci xəttdə və ya maintenance-da bir tucatinib alan xəstə populyasiyası yoxdur. Onun necə cavab olduğunu bilmirik biz. DP303-ün transtuzumab deruxtekanla bir müqayisəsi yoxdur. Ona görə ikinci xəttdə nə olacaq? Onlara hələ ki bir şey deyə bilmirik. Sual altında olan şeylərdir. Daha sonra biz böyle bir fazla bir çalışmamız var, yeni bir dermanımız var. Her iki ADC RX 788. Bu çalışmada sadece PCR'ını dediler. Yani bu dermanı verirler. Verdikten sonra hastalara normal neoadjuvan olan bir çalışmadır bu. Bu dermanı verdikten sonra 4 siklus normal neoadjuvan muayene protokolunu uygulurlar ve bu hastalarda PCR'ımız %63'e kadar yükseldiğini değiller. Ancak daha çalışma devam edilir. Bu nəticələrini indidən dəyərləndirmək daha erkendir. Bu əsas çalışmaları bildirdikdən sonra artıq xəstə əlaqəli bir nəticələr, xəstənin geri bildirimlərinə baxaq. Burada 2 dənə geri bildirim nəticəmiz var. Destiny Brist 11 və 9-un. Destiny Brist 11 çalışması neoadjuvanda transform deruxtekanın verildiyi və sonrasında dostaksel transform pertusmabla kombinə edildiyi çalışmaydı. Bunu standarta qarşılaşdırmışdılar və burada xəstələrdən alan geri bildirimlərə görə transform deruxtekan kolunda həm dostaksel verilen hem de sadece transform deruxtekan kolunda xəstələrin fizik funksiyonal kapasitesi gücündə bir azalma olmadığını, diğer kola göre, doz densi AC'ye göre fizik şeylerinin daha yüksek olduğunu, skorlarının daha yüksek olduğunu gördük. Tolerabilitesinin transform deruxtekan olan kolda, doz densi AC olan kola göre tolerabilitesinin daha yüksek olduğunu, daha yaxşı olduğunu gördük ve simptomatik yan təsirlərə baxmışlar burada. 20 simptomatik yan təsir şikayətlər var. Bu şikayətlərin əsas 7 dənəsi var ki, bu 7 dənəsi günlük aktivliyini, insanların günlük aktivliyine təsir edən şikayətdir. Bunların deruxtekan kolunda doz densi AC'ye görə daha yaxşı olduğunu göstərdilər. Yəni güvənliyi xəstələrdən geri gələn nəticələr veriləri qədər güclü olduğunu gördük. İkinci Destiny 109 çalışmasıydı. Bu xəstələrdən gələn geri dönüşlər. Bu Destiny 109 çalışması nə idi? Birinci mərhələdə artıq metastatik birinci xəttdə transform deruxtekanın yanına pertusmab qoyurdular. Onu normal THP ilə qarşılaşdıran bir çalışmaydı ki, burada bizim progresyon sağ qalımız artıq 40 aylara yüksəlirdi. Normal dostaksel transform pertusmabda biz burayı 26-27 aylarda olduğunu bilirdik. Bu çalışmada transform deruxtekanın pertusmabla kombinəsi birinci xəttdə Kleopatradakı THP-yə görə tolerabilitesinin hər hansı bir fərq yoxdur. Tolerabilitet eynidir. İkisində normal şəkildə tolerə edir xəstələr. Simptom pisləşməsi bənzərdir. Ancaq bulantı qusmadır, qəbizlikdir, iştah qaybı və diareya şikayətləri deruxtekan kolunda daha yüksək olduğunu gördük. Fizik funksiyaları daha önce doz densi AC olan xəstələrdə deruxtekana görə çox pis idi. Ancaq burada dostaksel transform pertusmabın fizik funksiya pozğunluğuyla deruxtekanın fizik funksiya pozğunluğu arasında ciddi bir fərqimiz yoxdur. Prolara baxdığımızda 2 dənə promuz, biri neoadjuvan çalışması, biri metastatik xətt birinci çalışmasıydı. Transform deruxtekanın doz densi AC'ye görə fizik funksiyaları daha yaxşıdır, daha tolerabıldır, simptomatik yan təsirlər daha azdır. Ancaq transform deruxtekanın THP çalışması ilə müqayisəsində tolerabilitası bənzər, simptomatik yan təsirlərində biraz daha çox olduğunu gördük. Son sunacağım bölüm bu daha önce bəhs etdiyim Destiny Brist 11'in güvənlik veriləri idi ki, burada ürək çatışmazlığı kimi güvənlik verilərindən bəhs ediblər. Bizim bildiyimiz əsas şeylər nədir? Bir,
intestinal ağciyər xəstəliyi. Daha önce bəhs etmişdik. Bu xəstələrdə %4 civarında olur intestinal ağciyər xəstəliyi və intestinal ağciyər xəstəliyi deruxtekan istifadəsi ilə dozles acı və THP istifadəsi arasında ciddi bir fərq yoxdur. Hər yerdə 4, 5, 4 civarlarındadır. Və bu intestinal ağciyər xəstəlikləri genəldə grade 1-2-dir və düzələ bilən ağciyər xəstəlikləridir. Ancaq ürək çatışmazlığı bu iki qrup arasında ciddi fərqlənir. Dozles AC sonrasında dostaksel transferperson olan xəstələrdə grade 3 ürək çatışmazlığı və atım fraksiyasının azalması və ürək kap etməzliyi 6 xəstədir, yəni %2 civarında olubdur. Bu deruxtekan qolunda hardasa yox kimi 0,3-dür, çox ciddi fərqlənir. Onun xaricində bulantı qusmanı da müqayisə edirlər ki, bulantı qusma normalda biz daha önce demişdik ki, məsələn, şeyə görə deruxtekanın bulantı qusması normal bizim kimyalara görə daha yüksəkdir və burada bu çalışmalarda yüksək olmasının səbəbini fərqli bir şəkildə açıqlayıblar ki, dozles AC qolunda daha çox antiemetik veriblər. Ən az 3 antiemetik veriblər, amma ikili antiemetik daha çox istifadə edilir deruxtekanda. Buna görə də bulantı daha çox ola bilər demişik. Və özəlliklə də 1-ci, 4-cü siklusda, yəni deruxtekan istifadə edildiyimizdə bulantının daha yüksək olduğunu buradan görmüş oluruq. Neutropeniyanın daha çox 5-ci, 8-ci sikluslarda, gelişmiş sikluslarda və deruxtekanda daha çox olduğunu görürük. Yəni bu çalışmada da bizə verdiyi şey nə idi? İnteksil ağciyər xəstəliyi deruxtekan və ya dostaksel transfusmonlu qollarda fərq etmir. Sol mədəci disfunksiyası adriamsin rejimi istifadə etdiyimiz zaman artır. Bulantı qusma deruxtekanda daha çoxdur, ancaq burada profilaktik antiemetik istifadəsi daha azdır. Onu bilməyimizdə fayda var. Və neuropatiya transfusmonlu deruxtekan qolunda və 5-ci, 8-ci sikluslarda çox daha fazla olur. Onu bilək. Belə, bu qədər. Çok teşekkür ederim doktor. Çok maraqlı, ətraflı məruzə üçün. İlk olaraq zaldan sualları alaq. Kimin sualı var? Bayaq doktora sual vermişdi. Məncə suallarını səslənirsiniz. Biz də eşitsək daha maraqlı olardı Elvin doktora. İşıq açaq. Hə, işığı zəhmət olmasın. Buyurun doktora. Biz eşitmək istəyirik. Kimin sualı var? Yaxşı, əgər doktor vermək istəmirsə, başqa sual alın. Buyurun. Sirkuleyen DNA ile bağlı tədqiqatın nəticələri. Burada səhv eləmirəm, sirkuleyen DNA'də əgər müsbət pozitivdirsə, 2 il ərzində invaziv xəstəlik riskinin artırmış olur. Bəli. Dedik ki, bu tam patoloji responsun alınması sirkuleyen DNA ilə əlaqəli deyil. Yəni, bu olmamda bir təsiri yoxdur. Yekunda sirkuleyen DNA ilə patoloji responsun arasında bir əlaqə yoxdursa, bəs patoloji respons özü çox yaxşı nəticələr almışsa, onun eyni vaxtda həm sirkuleyen DNA-si var, həm yaxşı patoloji respons almışsa, yekunda bu invaziv xəstəliyi 2 il ərzində qayıtma riskinə təsir edir yoxsa? Doktor, belə bizim başlanğıçdakı ctDNA-mızın patolojik tam yanıtdan əlaqəsi yoxdur. Onun da əlaqəsi olmaması, o deyir ki, yəni ctDNA müsbət də olsa, mənfi də olsa, eyni şəkildə get mənasına gətirir. ctDNA başlanğıçda müsbət olanların əməliyyat öncəsi baxılan clearance %84 clearance var. Sadəcə %16 müsbət qalır. Clearance olanların patolojik tam cavabı 44%'dir. Clearance olmayanlar 0. Yəni orada ctDNA müsbətliyinin patolojik tam cavabının əslində əlaqəsi var. Sadəcə başlanğıcdakının əlaqəsi yoxdur. Başda müsbət olması demək, yəni başda bu ctDNA müsbətdir, bu xəstələrə artıq çox ağır getməyə və ya daha aqressiv gedək. O mənada deyir ki, yəni patolojik şeylə əlaqəsi yoxdur. Sadəcə proqnostikdir. IDFS-ni daha aşağı çəkir. Onu deyir. Amma sondakına baxmaq, yəni ctDNA-nın başlanğıcdakı müsbətliyindən ziyadə clearance olub olmaması tam cavab üçün daha şeydir. Yəni, belə başa düşdüyümə görə hər bizim öyle patoloji responsu olmalıdır. Bəli, responsu normaldır. O invaziv məsələləri azaltmış olur. Bəli, çünki respons H2 və triple negativdə patolojik responsumuz varsa 5 yıllık C'miz 90%'e gəlir. Olması bizim invazivliyi artırır öz tərəfindən. Sadəcə prognostikdir. Bəli, amma əsas patolojik anlamda. Başqa sual olan var mı? Aha, çatda sual olan var mı? Mənim bir sualım var, əgər çatda sual yoxdursa. Çatda heç baxmamışam.
Doktora. Səsləmə. Demək, metastatik xəstələrdə, target terapiya olan xəstələrdə əgər artıq heç bir simptom yoxdur, yəni şiar bir əlamət yoxdursa, target müalicəni dayandıra bilərikmi? Nə zaman dayandırırıq? Hə, o biraz Ona aid bir çalışmalar varmı? o sual işarətidir. Hələ də bilmirik çünki target müalicəsinin alınında, yəni maintenance-da transfuzyon pertusmaf verdiyimiz xəstələrdə əgər ürək çatışmazlığı yoxdursa, hər hansı bir ciddi şəkildə yan təsirini görmürsə, nöropatisi yoxdursa, davam etmək məsləhət görülür. Ancaq bir illik təqimin sonunda əgər target müalicəni bir il verdikdə bir ildir xəstəliksiz izləyiriksə, o zaman xəstə ilə bir danışılaraq, müzakirə edərək dayandırıla bilər. Amma elə bir veri yoxdur ki, əlimizdə dayandırsaq, sonrasında nüksümüz nə qədər olar və ya dayandıraq mı, dayandırmayaq, onu bilmirik. Ancaq belə bir şeyimiz var ki, bir il boyunca xəstəliksiz dizviri intervalımızı sağlaya bilsək, ondan sonra saxlaya bilərik. Yəni buna aid ümumiyyətlə çalışma var mı? Mən Türkiyədə bir çalışma eşitdim, Durum çalışması adından. Yox, heç Bir eləməyib. yerdə yəni bitirmək lazım. Yəni ömrü boyu da əgər əlamət yoxdursa, target terapiya alıb dayanmaq lazım deyil. Digər bir sual vermək, başqa sual yoxdursa bir sual vermək istəyərdim. Demək, bu San Antonio'da her müsbət xəstələr haqqında olan yeniliklərdən bizim Azərbaycan reallığında hansıları biz praktikamızda tətbiq edə bilirik? Hal-hazırda bizə onlar əl çatandır. Mesela biz transfuzyon deüstekanın adjuvandakini istifadə edə bilirik. Deüstekan əl çatan bir şeydir. Neadjuvanda istifadə edə bilirik. Neadjuvanda bizim bir şeyimiz vardır ki, neadjuvanda nə verək? Transfuzyon, çünki hormon müsbət olanda biz patolojik tam cavablarımız 30%'e düşürdü. Hormon mənfi olanda 80% olurdu. Hormon müsbəti necə idarə eləyək problemimiz vardı. Burada dedilər ki, hormon müsbətdə artıq, bu daha önce demişdilər ki, hormon müsbətdə 65% bir patolojik tam cavab görürük. Ona görə artıq istifadə edə biliriksə, imkanımız varsa ki, Azərbaycanda bunu edə bilirik, maddi olaraq çox pahalı deyil derüstekan. Derüstekanı əməliyyat öncəsində verə bilirik. Bir. İkincisi, adjuvanda da derüstekan artıq seçilmiş xəstələrə verə bilirik. O əlimizi gücləndirdi. Ancaq ondan sonraki digər çalışmalar, tukatinib olsun və ya digər patinadakı, onları hələ ki uygulaya bilmirik. Buna görə də, yəni standart olaraq protokola artıq girib. Yəni məsələn patina artıq protokollara girib. Yəni idamədə mütləqdir hormon müsbətdirsə hormon müalicəsini veririk. Progesteron sağlam qatkısı var. Çünki onu burada vermə şansımız çox olmur bizim. Yəni standartda girməsə biz amma bu tək bizim çətinliyimiz deyil. Yəni dünyanın bir yerində, bir çox yerində Türkiyədə zaten ödəməsi metastatikdə yeni dediyim 2-3 il ödür. Yəni orada adjuvanda və ya neadjuvanda hələ ki ödəməsi yoxdur. Onlar da bizim protokola girəni həmən ildə də olur. Çox sağ olun Elvin doktor, çox maraqlı mövzu üçün, ətraflı müzakirə üçün.